Bu gün miqyas məsələlərinin izahına baxacağıq. 2 məsələyə baxaq. 19-cu məsələdə deyir ki, miqyası 1/500.000 olan xəritədə A və B şəhərləri arasındakı məsafə 15 sm-dir. Həqiqi məsafəni tapın. Biz bilirik ki, həqiqi məsafə düsturu necədir? Həqiqi məsafə düsturu H bərabərdir mx düsturudur. 1/500.000 miqyasdır. Biz onunla 5 sıfır siləndə m olur 5. Miqyas 5. A və B şəhərlər arasında məsafə 15 sm-dir. Bu 15 sm bizim xəritədəki məsafəmizdir. Bərabərdir 15-ə. Bu zaman H nəyə bərabərdir? 15-i vururuq 5-ə, edir 75 km. Cavab da edir A bəndi. İndi 20-ci məsələyə baxaq. Deyir ki, M və N məntəqələr arasındakı həqiqi məsafə 80 km-dir. Xəritə üzərində həmin məsafənin 16 sm olduğunu bilərək miqyası tapın. Yenə də eyni düsturdan istifadə edirik. H bərabərdir mx düsturundan. Burada həqiqi məsafə verilib. Həqiqi məsafə H bərabərdir 80 km-dir. Xəritə üzərindəki məsafə isə 16 sm-dir. Biz burada miqyası tapırıq. Miqyası tapanda nə edirik? Həqiqi məsafəni, yəni 80-i bölürük xəritədəki məsafəyə 16-ya. Bu da eləyir 5. Və 5-in də yanına 5 sıfır əlavə etdikdə bu eləyir 1/500.000. Cavab da edir 20-ci sualda D bəndi.